olsaydı, hayatta olsaydı başka bir tərzdə keçirdərdi. Amma bugün aramızda olmasa da ruhen, yani cismen bizimle olmasa da ruhen bizi görür, duyur, hiss edir və demək olar ki, buradadır, bizimlədir. Həm də qəlbimizdədir. Allah sizləri qorusun, əziz cəmaatımız. İnşallah şəhidimizin və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan oldu. Ondan sonra Azərbaycan himni olacaq. Allah rəhmət eləsin. İndi isə Azərbaycan. Allah rəhmət eləsin. Allah səbr eləsin. Allah şəhidlərimizin məqamını uca eləsin. Allah